sizi salamlayırıq. Hər vaxtınız xeyirli olsun. Hörmətli dostlar, Dalğa FM radiosuna və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan Sənətin Səsi efirdədir. Yeni bir mahnı ilə bugün başlayırıq efirimizə və eksklüziv bir mahnı. Mahnının müəllifi, gözəl bəstəkarımız Elçin İmanov bugün bizimlədir. Xoş gəlmişsiniz Elçin müəllim. Çox sağ olun, çox sağ olun. Sabahlarınız xeyirli açılsın. Bəli, ürək dolusu danışacağıq, amma eksklüziv bir mahnı xalq artisti Eyüp Yaqubovun ifasında Dalğa FM-də səs verin, eşidək, daha sonra uzun uzadı söhbətimiz olacaq. Təbəssüm səfərəy nurlu yüzündə, qızıl saçların darayır güləş, bəlkə də başımın mavi gözündə, sevgisinə can arayır güləş, bəlkə də başımın mavi gözündə, sevgisinə can. Bəli, Devəlin nə deyir? Sabahın xeyir, mərhaba, günaydın. Bakı, bəli, hər birinizi salamlayırıq. Bir daha yeni bir mahnı Mehriban Bakı, Eyüp Yaqubov və Elçin İmanov və Kəmalə Əbiyeva. Gözəl bir tandım, gözəl bir vəhdət yaradılıb və Dalğa FM radiosuna həm də dostlar bugündən səsli mesajlarınızı da göndərə bilərsiniz və 055 209 89 25 055 209 89 25 nömrəsinə bizim öz fikirlərinizi, öz ürək sözlərinizi, suallarınızı yazıb göndərə bilərsiniz. Verilişlərimizin bütün video buraxılışları həmçinin Mədəniyyət Nazirliyinin və eyni zamanda Dalğa FM radiosunun da YouTube kanallarında yerləşdirilir. Oradan da bizi izləmək mümkündür. Dinləmək üçün isə onlaynda dinləyin, musiqi platformalarında Spotify, Amazon və Apple-dan da bizi tapın. Elçin müəllim, çoxdandır görüşmürük. Xoş gəlmisiniz bir daha. Çox sağ olun. Mən valla buradan Dalğa FM studiyasının pəncərəsindən elə bir gözəl görüntü var ki, mən bəlkə də ikinci dəfə bu mahnını bəstələyəcəm. Yeni bir ilham pərisi gəldi sizə. Bakının buradan dinləyicilərimiz bilmirlər, onları da söyləyək ki, Bakımızın gözəl bir mənzərəsini bizim studiyamızdan izləmək mümkündür. Video buraxılışlarımızı izləyənlər ara sıra görürlər o mənzərəni. Bəlkə buradan başqa bir mahnı vəh gəldi sizə, başqa bir mahnı gəldi, bəstələdi. Çünki bəstəkar, yaradıcı insan o əhval insanıdır da, ab-hava insanıdır və anında nəsə bir ideya gələ bilər, anınıza nəsə bir mahnı gələ bilər və elə Bakını seyr edərkən səhərlərinizi necə Elçin müəllim açırsınız? Elə şəhər gəzintisinə mi çıxırsınız? İdmanla. İdmanla. Mütləq şəkildə. Ona görə formadasınız. Çalışıram. İdmanla səhər gəzintisi yəqin ki. Gəzinti, yəni orada müxtəlif idman növlərinə məşğul olur. Məşqçi ilə məşğul olur. Peşəkarcasına. Bəli, bəli. Bəs sizə o ruh verən nədir? Bax, yaratmaq, yaşamaq, bəstələmək, stimul verən nədir? Həyat sevgisi. Mükəl Müşfiqin bilisi də gözəl. Bəli, bəli. Ah, mən gündən günə bu gözəlləşən dünyada. Necə? Əl çəkim. Həyat sevgisi insana ilham verir, stimul verir və pozitiv, həyata pozitiv olmağı. Bəli, bəli. Və ilk mahnınızı da yada salacağıq. Bugün bir neçə eksklüziv olacaq Dalğa FM radiosunda. Elçin müəllim, bunun üçün sizə təşəkkür edirik. Əslində efirlərdən bir qədər uzaqsınız Elçin müəllim. Yəni bilirik ki, hətta bir neçə dəfə eşitmişəm sizinlə əlaqə yaratmaq istəyiblər. Belə imtina edirsiniz. Mən indiki zamanda ni formatım. Formata uyğunlaşmıram, ona görə. Bu da yarı gerçək, yarı zarafat, amma ki, hər zamanın öz, hər zamanın, hər vaxtın, hər dönəmin öz qəhrəmanları var. Bəli. Mən həmişə gördüyümü deyir, aşıq gördüyümü çağırırdım. Amma Bakını tərənnüm etmişəm, məsəl üçün. İndi verəcəksiniz də yəqin mütləq. Mənim atam, anam bu Azərbaycanın bu dilbər güşəsindəndir. Mən özüm anadan olmuşam Bakıda. Siz Bakıda anadan olsanız da valideynləriniz məhz bizim Qarabağımızdandır. Bəli, Qarabağdan, Şuşadan. O vaxtda biz danışacağıq. Mütləq. Yəni demək istəyirəm ki, həmişə məni düşündürən mövzulara müraciət eləmişəm. Yəni zamana, məkana sığan mövzular məni maraqlandırmır. Bəli.
Bəli. Və hər zaman siz necə ki bizim Bakımızı vəsf etmisiniz. Bizim Bakımızın bulvarını vəsf etmisiniz. Abşeronumuzu, Eyüp Yaqubovun daha sonra instrumental versiyada Bakı bulvarı, Ənvər Sadıqovun ifasında çox möhtəşəmdir. Bugün isə həm də yeni mövzular var. Artıq Şuşadan, artıq Qarabağımızdan olan yeni mahnılar əlbəttə ki səslənəcək. Çox qısa bir aramız var. Ardınca elə mənə elə gəlir siz Mikayıl Müşfiqi yada saldınız. Bir qədər elə o gecə düşüncəsindən də danışarıq və təqdimatını edərik. Həmin mahnının bir qədər geniş məlumat verərik. Bəli, çox maraqlı bir söhbətimiz gedir. Yeni mahnılar, yeni söhbətlər. Bəstəkar Elçin İmanovdur. Bugün bizimlə və Elçin müəllim bəstəkarlar bilirik ki, hər zaman diqqət edirlər. Hansı şairin yaradıcılığına müraciət edim, hansı sözlər onları çəkir. Çünki yaradıcı insan da bəstəkara da bir əlbəttə ki o sözdən nəsə bir yaratmaq eşqi gəlməlidir. Mikayıl Müşfiq yaradıcılığına müraciət etmisiniz. Gecə düşüncələrini və bu möhtəşəm sözlərə siz gözəl bir musiqi bəstələmisiniz və bu mahnını da kimə təqdim etmisiniz? Bax, onu sizdən eşidək. Bilirsiniz, bu şeir ümumiyyətlə mənim ürəyimdə həmişə olub. Bəli. İlk mənim bəstələrim 25 il öncə mən bəstələmişəm ana şeiri. Ana, həmin o məşhur bəli, qurban olam mən sənə. Bəli. Sonra biraz vaxt keçdi, yenə o bağ olaydı. Bəli, bəli. Həyat sevgisi. Amma bu şeir həmişə məni bilirsiniz düşündürürdü. Xoşladığım bir gecə, aylar göylər işıqlı, ay bir sərxoş göz kimi ulduzlar yaraşıqlı. Bunları seyr edərkən, biraz fikrə gedərkən, fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə həyat olmuş, nə buçsuz bucaqsız gözəl kainat olmuş. Görürsünüz, mən əzbərdən bir parçanı dedim və bilirsiniz, deyim sizə ki, heç özüm də bilmədim, elə bil ki, mənim qulağıma musiqi pıçıldandı, mən ona ancaq nota yazdım. Bəli. 2 gün dəymədim ona, 2 gün yaxınlaşmadım. Qaldı elə püpütrin üstündə, notda. Heç özümə də inanmadım. Sonra çalışdım, yadıma salım, gördüm, yadıma düşmür. Yadıma düşmürsə, deməli nəsə təzə bir şeydir də. Belə bir test var. Bəli. Ondan sonra başladım notla çalmaya, yadıma düşdü, o hala düşdüm mən. Və mən bunu həvalə elədim. Zülfi Əsədzadə var, belə bir gənc müğənnidir. Konservatoriyanın məzunudur, Aybəniz Haşimovanın tələbəsidir. Demək ki, səs, demək ki, istedad, vokal imkanları eşidəcəyik. Həmin ekskluziv bir mahnı, amma bir bağlantımız var. Elçin müəllim üçün bir sürpriz olacaq. Əslində Elçin müəllimin xəbəri yoxdur. Gözəl bir insan. Gözəl həm də siz bilirik ki, dostluq münasibətiniz də var. İş birliyiniz də olur. Bir aktyor kimi də sizi belə deyək də tamaşaçılara, insanlara tanıdıblar. Kimdir o? Əməkdar artist aktyor Tahir İmanov. Çox gözəl, çox gözəl. Hər vaxtınız xeyir olsun Tahir müəllim. Salamlayıram hamınızı. Elçin müəllim də salamlayıram. Dinləyiciləri salamlayıram. Gözəl bir insan, mənfi obraz yaradanda bu artıq 2 qat əməkdir. Əlbəttə. Və öhdəsindən gələ bildi Elçin müəllim. Təbii, öhdəsindən gələ bildi və Ağa Natiqin 2-ci filmində də çəkildi. Amma mən burada təbii ki, Elçin müəllimin o indi dəbə düşüb bu söz, hit, amma bizim vaxtda buna şləger deyirlər. Şləger əsərin yaratdı, Ağa Natiq adlı şləger əsəri. Qardaşım Cabir İmanovun təklifi ilə. Demək olar ki, elə o mahnı mən əgər səhv eləmirəmsə elə bədahətən yarandı. Çünki elədirmi? Rayalın arxasına keçən kimi o təb də gəldi, o necə deyərlər, əhval-ruhiyyə də gəldi və bunun nəticəsi kimi gözəl bir əsər yarandı. Mən Elçin müəllimə ilk növbədə bir insan kimi, bir vətəndaş kimi, bir dinləyici kimi uzun ömür can sağlığı arzulamaq istəyirəm. Amin, amin. Mən çox istəyirəm ki, onun bu mahnıların, gözəl mahnıların sayı artsın. Həm lirik mahnılardan söhbət gedir burada, həm onun
bu 6-8 üslubunda yazılan mahnıları gedir. Hansı ki hər biri ayrı-ayrılıqda və birlikdə böyük bir əsərlərdir və təbii ki, buna bir böyüklük verən də onun böyük ifaçısı Eyyub Yaqubov olub. Mən bilirəm ki, ən çox Eyyub Yaqubovdan işləyir. Elədir ki var, elədir ki var. Bəli. Mən onun əzizlərinə, doğmalarına, ailələrinə uzun ömür, can sağlığı arzu edirəm. Firavanlıq arzu edirəm. Qəlbdəki o sükunat var, onu yaradıcı insan baxır. Mən arzu edirəm ki, o qəlbdəki sükunat uzun müddətli olsun ki, Elçin müəllim də belə gözəl əsərlər yaratsın. Çünki sənət adamı xırda olsa da problemlərlə rastlaşanda inanın ki, sənət də dayanır, incəsənət də dayanır, hər bir şey dayanır. Elçin müəllim də razıdır sizinlə, onun üzündəki o ifadədən də hiss olunur. Bəli. Amma buyurun. Bugün məni belə bir gözəl verilişə dəvət elədiniz. Telefon bağlantısı. Təşəkkür ederim. Böyük bir şərəfdir. Vallahi mənim dediklərim bu qədər. Təşəkkür edirik Tahir müəllim. Mən də Tahir müəllimə bu xoş sözlərə görə minnətdarımı bildirirəm. Allah razı olsun Tahir, çox sağ ol. Var olun, çox sağ olun, minnətdarıq Tahir İmanovdur və arzu edək ki, sizin həm də bundan sonra yeni işləriniz olsun, yenidən sizi tamaşaçılara da təqdim etsinlər. Bilirsiniz, burada mənim çox yaxşı yadımdadır. Mənə əvvəl biz musiqidən, soundtrackdən söhbət edirik. Bəli. Bundan söhbət edirik. Əlbəttə ki, mən ssenarini oxudum sonra. Bəli. Sonra birdən Tahir müəllim özü mənə dedi ki, bəlkə elə çəkiləcək. Bir obraz yaradasınız. Mən belə hər intervyumda, hər yerdə, bütün müsahibələrdə deyirəm ki, mən çox istərdim ki, bir aktör kimi sınanım. Amma bir dənə orada obraz var. Bilirsiniz, hamısı sizə nifrət eləməlidir. Belə qaldım, dedim, o nifrət eləməlidir. Daha bax yadınızda saxlayın bunu. İndi necə alınıb. Çox gözəl, məncə çox gözəl alınıb və ümumiyyətlə həmin filmi birinci hissə olsun, ikinci olsun, bugün xalq tərəfindən də çox sevilir həqiqətən də və ardını gəlməsini istəyərdik və gecə düşüncəsinə qaydaq həmin o möhtəşəm ifanı dinləyək. Musiqisi Elçin İmanov və yeni bir mahnıdır. İlk dəfə Dalğa FM-də və onun klipi də bilirsiniz Xan kəndində çəkildi. O belə çox rəmzi bir əhəmiyyət daşıyır da. Çünki biz çox böyük, deyim ki, bəlkə həyatda ən böyük mənim sevinçsi keçirən günüm oldu. O möhtəşəm parad ki keçirildi, qələbə paradı. Mən onu heç vaxt unutmayacağım. Öz uşaqlarıma, nəvələrimə danışacağım. Çünki mənim atam, babam, Babsat Tahir müəllim dediyi bizim qohum əqrəbi, onlar Şuşadandır. Onlar hamısı Şuşa arzusuyla bu dünyanı tək. Amma ruhları şaddır. Onların ruhu şaddır, bəli. Onların ruhları şaddır. Onların ruhu şaddır, var olsun, yaşasın Azərbaycan və əlbəttə ki, Mikail Müşfiq də hər zaman vətəni vəsf edərdi. O da vətəni sevənidir. Onun da ruhu şaddır və hər zaman onun yaradıcılığını siz yenidən təqdim edirsiniz, yeni həyat verirsiniz və bu dəfə də musiqi bəstələmisiniz gecə düşüncələrinə. Gəlin beraber dinləyək. Bayat Şiraz, Tarda kim idi Elçin müəllim? Tarda bizim gözəl tərzanımız, deməli o Elşəmdir də adı. Elşəmdir. Bizim Milli Konservatoriyada gözəlmiş məzunları var ki. Bəli, siz gənclərlə hər zaman işləyirsiniz və gecə düşüncələri, bax bu yeni bir... Mən özüm gəncəm. Bəli, insan ruhən gənc olmalıdır, əsas budur. Qəlbdən sizilən o nəğmələr, o mahnılar, o bəstələr, bəs insanın o içindəki o cavanlıq hissi, gənclik hissi, həyat eşqi, əlbəttə ki, aşıb daşmalıdır ki, gözəl də əsərlər yaransın. Zamanında siz əliniz də düşərli olub, Elçin müəllim. Yəni ki, kiminlə işləməyə başlamışsınızsa, bax o vaxtı Eyyub Yaqubovu, yəni bugün xalqın sevimli sənətkarıdır. Bayaq biz onun ifasında eksklüziv bir Mehriban Bakını səsləndirdik, amma yada salmaq lazımdır ki, düz 25 il mi? Düz 25 il əvvəl sizin ilk mahnınız, həmin o məşhur ana mahnısı da Eyyub Yaqubovun həyatında bir həqiqətən də dönüş nöqtəsi idi. Tək Eyyub Yaqubov yox, Elşanım. Bilirsiniz, o vaxtda biz bu Bakı
şansonu deyirlər də, bu məhəllə mahnıları. Bəli, şəhər musiqisi, şəhər folkloru. Və bu birinci dəfə idi. Həm onun üçün, həm mənim üçün. Bəli. Yəni biz bilmirdik. İkinizdə də o debüt idi. Debüt idi, bu debüt də uğurlu Və alındı. çox uğurlu alındı və mən bax danışıram mahnıdan. O mahnının həm də klifi də insanın gözünün önünə gəlir. Yəni Elmira Şabanovanın canlandırdığı Elxan Cəfərov, bəli. Yadımdadır. Yəni əsər həqiqətən də zamanında məsələn Cahangirovun o ana mahnısı var idi, Rəşid Behbudov ifa etmişdi. Mən deyərdim ki, sanki bu mahnı o mahnıdan sonra bir ikinci mahnıdır ki, yəni ana haqqında ən gözəl bir nəğmədir bu gün. Sırada bir mahnılar, çünki Mehriban Əhmədovanın da çox gözəl. Bəli. O yəni amma bu gün müasir estradamızdan əlbəttə ki biz danışırıqsa bu gün, yəni artıq 20-ci əsr, 21-ci əsrin, yəni bu cür mahnılar çox az bəstələnir. Həqiqətən də yəni dəyər verdiyimiz insanlar ana haqqında yazmaq, nə bilim Bakı haqqında hər kəs də bunu yaza bilmir. Gələn dəfə gələndə mənə dəvət eləyərsiniz, mən sizə deməli Alim Qasımovun ifasında Cəfər Cabbarlının ana şeirini yazdığım kantatlarını da eşitdirəm. Çox maraqlı oldu. Bəli. Mütləq. Radiomuzda da səsləndirərik sevə-sevə. Yəni o da bir kantatadır. Yəni. O ana haqqında. Bəli. Simfonik orkestrla. Çox maraqlı oldu mənə. Mütləq o mahnının da çox, o əsəri də çox istərdik. Və həm də gənclərdə də zamanında yeni səslər, yeni adlar ki səhnəyə gələndə mən sizin adınızla parlayırdı. Ayanı yada sala bilərik, Lamiyəni yada sala bilərik və bu gün də bax bayaq Zülfü Əsədzadənin eşitdik və kifayət qədər uğurlu, kifayət qədər də peşəkarcasına, yəni mahnının haqqını verə bildi. Vokal sənətini tədris olunur, bu insan bilir, oxuyur. Məktəb öz sözünü deyir. Muğam sənətindən dərs alıb onu da bilir. Bilirsiniz, burada axı, görürsünüz də, burada janrın kompilyasiyası var. Bəli, və bir məsələni də mən sizdən soruşmaya bilmərəm. Bu qədər ki, sizin mahnılarınız hər biri sözün əsl mənasında hitə çevrilir. Sözün əsl mənasında hitdən də o yana mən deyərdim ki, daha yüksəkdədir. Yəni hit dedikdə bugün hansısa bir dövrü əhatə edən bir mahnı. Amma sizin mahnılarınız əgər artıq 30 ilə yaxındır, 25 ildən çoxdur ki, əgər artıq sevilirsə, yaddaşlardadır, dillər əzbərdirsə, bu artıq hit demək də azdır. Amma bugünkü yazılan mahnılara da sizin münasibətinizi bilmək istərdik Elçin. Çünki hitmakerlər deyirlər, nə bilim, müasir dövrün tələbatı mı deyirlər. Amma sanki bir mövsümlük mahnılardır da yazılır, ifa olunur, unudulur, yenidən yazılır. Necə baxırsınız siz kənardan bunları müşahidə edirsiniz? Siz özünüz sualınıza bundan qabaq cavab verdiniz. Çünki mən, siz deyirsiniz ki, hit olmağa sonradır. Xeyr, hit yox. Mən dinləyicinin, seyricinin ürəyinə yol tapmağa çalışmışam. Hit yox, hit xeyr. Mən heç vaxt baxmıram baxışlara, çünki mən bilirəm ki, orada olsun 1000 nəfər, o mənim pərəstişkarımdır, o mənim dinləyicimdir. Bəli. O biri tərəfini götürsən, deyirsiniz ki, bax hit, o da olmalıdır, o hər yerdə var, dünyanın hər yerində var. Bizdə də olsun da, mən misal üçün baxıram, fikirləşirəm ki, çox maraqlıdır, bu da maraqlıdır, bu da bizim bu musiqi tariximizin bir səhifəsidir. Nə qədər bu qalacaq, qalmayacaq, o vaxtda da 60-cı, 70-ci, 80-ci illərdə onda da çoxlu bəstəkar vardı, orada da çoxlu çeşiddə mahnılar yazılırdı. Amma indi görürsən, yenə də baxırsan elə ələnir, yenə də hamısı qalmır. Kazımov səslənir, Cahangirov səslənir, bilirsiniz. Yəni zaman həllidir. Fikrət Əmirov səsləndir. Mən mahnı janrından danışıram, böyük əsərlərdən yox. Bu insanlar öz böyüklüyünü o balaca janra gətirirlər. Bax, bundan söhbət gedir. Başa düşürsünüz, janrın böyüyü balacası yoxdur, sənətkarın böyüyü balacası. O nəhənglər, o bilirsiniz, bir dənə, 2 dənə, 3 dənə mahnı yazıb, misal üçün Fikrət Əmirov görsə. O mahnılar indi səslənir, görürəm, rock qruppalar onları çalır. Mən çox sevinirəm ki, yaşadırlar onu. Bəli, əsas məsələ yaşadılar və bu cür əsərlərə də həqiqətən də yalnız illər, əsrlər lazımdır ki, onların necə böyüklüyünü anlayasan. Çünki əsrlər əvvəl yaranıb, belə Fikrət Əmirovun mahnıları olsun, Tofiq Quliyevin olsun, amma yenə də bax bu gün də zaman keçəcək, bu mahnılar yaşayacaq və o zaman bilinəcək ki, hansı mahnı əsərdir, hansı mahnı. Valla Sevinçəm, mən o qədər sevinirəm, indi yəqin ki, müğənnilər də eşidirlər ya, indi
toylar yoxdur. Aha. Aha. Nə vaxt mənə zəng eləyirlər ki, icazə ver mən bunu oxuyum. Mən deyirəm ki, götür oxu. Aha. Qurbandır, mahnı elə ona görə yazılır ki, mahnı. İfa olunsun. İfa olunsun. Bəli, bəli. Get, məsəl üçün, bax, mənə çox adam zəng gəlir, bax, filan mahnı, 20 il bundan qabaq filan kəsib, onlar oxuyum, deyim, oxu. Amma bir şərtlə, Aha. onun aranjmanın orkestrofunu sən özün eləyəcəksən. Çünki o müğənni müəyyən Və məbləğ ödəyir, bəli. Onun adı ilə bağlıdır. Düzgün olmaz. Bəli. Çünki burada bilirsiniz, bu böyük bir mövzudur, bu müəllif hüquqlarıza. Onlar elə bilirlər ki, gəlib indi hansısa bir maddiyyat ödəyir, elə bilir ki, o mahnının müəllifi odur. O mahnının müəllifi deyil. Əsla. O mahnının ekskluziv ifaçısıdır. İfaçısıdır. Eyni zamanda, misal üçün, əgər mən hansısa bir bədii filmə tutalıq, bax, Tahir müəllim dediyim kimi Ağa Natiq filmini götürək də, düzdür? Bəli. Mən o mahnının müəllifiyəm. Yəni musiqisi, sözü mənə aiddir və mənimdir söz. Amma orada Eyyub Yağubun ifaçılıq hüququ var. Mütləq. Mən ondan icazəsiz onun səsini istifadə edə bilmərəm. Əlbəttə. Mütləq şəkildə mən gərək onu deyim. Və yaxud o da. Bu qarşılıqlı, yəni Bəli, bəli. Elə işbirliyi də o zaman uğurlu olur, anlaşılmazlıq da yaranmır və mənə gəlir ki, bir çox gənclərə də, bir çox insanlara da yaradıcı tandem yaratmaq üçün, uğurlu alınması üçün bax bu incə məqamlar, nüanslar var ki, onlara mütləq diqqət yetirmək lazımdır. Yolu çox asandır da. Bəli, bəli. Mən bütün mahnılarımı bizim Dövlət Müəlliflər Agentliyində orada çox gözəl işləyirlər onlar. Aparırsan, not yazsın, verirsən. Baxırlar, bilmirəm oradakı o vaxtları Xəyyam müəllim idi də, rəhmətli. Onlar baxırlar. Keçirirsən oradan, o mahnının hüquqları olur səndə. Amma sən gedirsən, elə bilim. Anladım nə edirsən. Və işbirliklərindən danışarkən bizim gözəl şairimiz, nəğməkar şairimiz, əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu ilə çox gözəl həm müəllifiniz. Həm müəllifiniz, bəli. Baba Vəziroğlu da çox uğurlu bir işiniz var və biz az sonra həmin mahnını da səsləndirəcəyik. Amma indi Baba müəllimi eşidək. Hər vaxtınız xeyir olsun, Baba müəllim. Əleykümə salam, Sevinç xanım. Necəsiz? Əziz dostlarım. Artıq tək. Bəli. Dostum, dostlarım deyirəm. Bəli, elədir. Və bizi dinləyən o gözəl insanlar, bizim dinləyicilərimiz, tamaşaçılarımız, oxucularımız, məşhur bir deyim var da, dünyada heç kimin, heç nəyin dəyəri olmaz, ona dəyər verənlər olmasa. Ay, nə gözəl, şairyanə bir fikir. Bizim o gözəl dinləyicilərimiz olmasa biz kimi ki? Düzdür. Özüm üçün yazıb oxumayacaq ki, özüm üçün. Elədir. Ki. Elədir ki var. Onlar bizi bəyənir deyənə biz biraz da stimul alırıq, ilham alırıq. Bəli. Özəllik dediniz ki, Elçin müəllimlə bir uğurlu mahnımız var. Bizim bir yox. Saçsız hesapsız uğurlu işlərimiz var. Bilirik. Sadəcə bu son uğurlu işimiz deyil, gözəl. Bəli, sadəcə o qədər gözəl bir mövzudur, o qədər həsrətində olduğumuz bir mövzudur ki, ona görə biz onu bugün təqdimatını edirik efirimizdə. Bəli, o təqdimata layiq bir əsərdir. Çünki doğrudan da indi ola bilsin ki, bir kampaniyaya, konjunkturaya uyğun haqqında nəsə yazmaq olar. Aydındır. Və yazan hər kəs də çox sağ olsun. Amma bu mövzuya layiq əsər yaratmaq hər oğlun işi deyil. O da bizim Elçin İmanova qismət oldu ki, belə bir işi, belə bir əsəri ortaya qoydu. Bəli. Vallahi ifadə çox gözəldir. İndi sözdür də. İndi sözü Elçin müəllim siz deyin. Baba müəllim təvəkkülkarlıq eləyir. Baba müəllim düz deyir də. Bizim vaxtıyla bir işimiz vardı. O rəhmətli bizim gözəl sənətkarımız, əməkdar artist Aygün bəylər ifadələmişdi. Qəbələ şeiri. Bəli, çox möhtəşəm bir mahnıdır. Onda da elə idi. Mən zəng elədim, dedim baba müəllim, sən Allah'da sən mənə elə bir şeir lazımdır. Bilsən, xalqın dilində yazılanı, xalqın ürəyindən gələn, bax, o axınla gəlsin. Elə də yazdı, musiqi da, o bilsən, o şeirin içində o musiqinin tempadinamikası var. O dəqiqə mənə o tutdu, mənə, bax, Nohur Güldəydik biz. Tanışdılar mənə Qəbəliyə. Elə orada da yaradı. Orada da salfetkanın üstündə mən onu bəstələdim. Şuşanı mən bilirəm ki, baba müəllim, Şuşada yazıb o şeirlər, o sətirləri. Şəhər var mı dünyada, baba? Bu donda, bu biçimdə.
Ay, möhtəşəm, möhtəşəm. Bir duvaqlı gəlinsən Şuşa, duman içində. Ay, mənə elə gəlir artıq mahnını eşitməyin vaxtıdır. Biz təşəkkür edirik sizə Sağ ol, baba müəllim. baba müəllim, sağ ol. Var olun ki, bax belə gözəl əsərlər yaradırsınız birgə. Uğurlar sizə. Biz daha inşallah görüşərik. Təşəkkür edirik. Çox sağ olun baba müəllim. olasın. Sağ olun, var olun. Və mahnıdan danışdıq, əsərdən danışdıq. Şeir Şuşada yazılıb söylə. Musiqi harda bəstələnir? Musiqini mən Cıdır duzunda bəstələmişəm. Ay, Bəli, bəli, Cıdır duzunda möhtəşəm. bəstələmişəm. İfaını da etibar elədi baba müəllimlə. O da çox gözəl müğənnidir. Aha, Ramil Hacıyeva. bəli. O məşhur bizim muğam ustası demək olar, Bağban Hacıyevin oğludur. O da ürək muğamla döyünür, milləti ilə döyünür. Yəni ki, təsadüf deyil ki, biz baba müəllimlə Bəli. məhz bu ifaçıya onu həvalə edirik. Gəlin bərabər eşidək, yeni bir mahnıdır, yeni mən əsər deyərdim. Çünki burada Şuşa adı varsa, bu sənətkarların, müəlliflərin adı varsa, əlbəttə ki, əsər deməyə layiq bir sənət əsəridir deyək və eşidək Şuşa. Dalğa FM-də. Möhtəşəm bir Şuşa əsəri səsləndi. Təbrik etmək istəyirəm sizə içməli və əlbəttə ki, bu mövzuda uzun illərdir ki, hər kəs yazmaq istəyirdi. Çünki kədərli, lirik, həzin mahnılar, təsəlli verən mahnılar olub, amma sırf artıq qələbə mövzulu, artıq şən mövzuda yazmaq, əminəm ki, uzun illərdir sizin də ürəyinizdə, qəlbinizdə idi və bunu nota köçürmüsünüz, bunu həyata köçürtmüsünüz, sənət əsəri çevirmisiniz. Bunun üçün sizə təşəkkür edirik Elçin müəllim və bundan sonra bax bu mövzuda elə Baba Vəziroğlu ilə birgə iş birlikləriniz çox olsun. Təşəkkür edirəm və bu gün də bizimlə həm söhbət olduğunuz üçün. Çox sağ olun dəvətinizə görə. Var olun. Bütün bizim dinləyicilərə mən can sağlığı arzulayıram. Amin, və amin. pozitiv olmağı. Çünki həyatda gərək çalışasan, pozitiv olasan. Artıq sən bu dünyaya gəlmisənsə, Bəli. sən əl izin qalmalıdır da bu dünyada. Elə belə yaşamaq olmaz. Düzdür. Hər kəsin bir missiyası var ki, Bəli, onu bəli. yerinə yetirmək lazımdır. Bir iz qoymaq lazımdır. Sənətkar ömrünü də adi insanla fərqləndirən də məhz budur. Və bugün Bakımızın mənzərəsində Elçin İmanovla söhbət etdik. Sonda çox az da olsa amma səsləndirəcəyik. Mütləq Bakı bulvarı səslənəcək. Ənvər Sadıqovun Bəli, ifasında. Bəli, elə bax bu ifa ilə yekunlaşdırırıq. Verilişimizin video versiyasını isə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından mütləq izləyin.